Salam dəyərli FES izləyiciləri, hər birinizi xoş gördük. Mən FES Akademi Tarix üzrə təlimçi Gülnar Mirzəyeva. Bildiyimiz kimi bugün Diyanət Liseyinə qəbul imtahanıdır. Düşən sualların izahını sizlərə təqdim edəcəm. Diqqətlə izləyin. Deməli, ilk sualımız, uyğunluğu müəyyən edin. Azərbaycan SSR-də 20-ci əsrin 20-30-cu illərində və 20-ci yüzilliyin 40-50-ci illərində. Düzgün cavab B olacaq. Yəni 1-ə B, 2-yə D, Y. Əsrin 20-30-cu illərində Gəncədə milli ordunun hissələrinin Şura hökumətinə qarşı üsyanı görürsünüz 1920 may ayında. 40-50-ci illərində isə ilk böyük su elektrik stansiyası və Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası. 1948-53 ilk və böyük deportasiya. 77. Albaniya Atropatena dövlətinə aid olan hansı xüsusiyyətlər onları Manna dövlətindən fərqləndirir? Burada düzgün variant B-dir. Roma işğallarına qarşı mübarizə bildiyimiz kimi Manna dövlətində yoxdur. Bəli, Atropatena Albaniya dövlətində isə var. Sual 78-ə baxaq. Göstərilənlər Azərbaycan üçün nəticəsidir. Ölkənin müdafiə qabiliyyəti artdı. Vahid çəki ölçü pul sistemi tətbiq edildi. Mədəni həyatda intibah, çəklənmə başlandı. Bəli, 78 Y variantı düzgündür. Səlcuqların Azərbaycanı tabe etməsi 11-ci əsr. Bundan da bizim xristian blokuna qarşı müdafiə qüvvəmiz artır. Türk-İslam amili qəti olaraq möhkəmlənir. Türklər Qafqazda başlıca etnik amilə çevrilir. İqtisadi, siyasi, mədəni həyatında çəklənmə mövcuddur. 79. Şirvanşahlar dövləti Osmanlı imperiyasından fərqli olaraq D variantı düzgün olacaq. Yəni, Səlcuq imperiyasının zəifləməsi nəticəsində Şirvanşahlar öz müstəqilliyini yenidən bərpa edir. Bu, Osmanlı dövlətinə aid deyil. 80. Səfəvi dövlətinin 16-cı və 18-ci əsrinə aid oxşar cəhət düzgün variant B. Həm 16, həm 18-ci əsrdə Osmanlı qoşunları tutduğu əraziləri tərk etməyə məcbur olur. Osmanlı dövləti ilə Səfəvilərin bir toqquşması, müharibə var. 81. Səfəvi hökmdarı Şah İsmayıl və Əmir Teymur üçün oxşar cəhət deyil. Baxaq, 81-də düzgün variant D-dir. Baharlarla mübarizə aparması Şah İsmayıl və Teymur üçün oxşar cəhət deyil. Çünki Teymur müharibə aparıb Qaraqoyunlarla, amma İsmayıl aparmayıb. 82. Sxemə uyğun cavabı müəyyən edin. Albaniya dövləti yadelli işğalına məruz qaldı. Azərbaycan ərazisində İslam dini yayılmağa başladı. Azərbaycan əhalisi yadellilərə vergi ödəməyə başladı. Düzgün variant, baxaq. Bəli, burada B. Azərbaycan torpaqlarının xilafətin hakimiyyəti altına düşməsi ilə İslam dini yayılmağa başlayır ən başlıcası. Bundan da yəni ərəb işğalına, yadelli işğalına məruz qalırıq, vergi ödəməyə başlayırıq. Yəni burada İslam dinindən bilirik ki, söhbət xilafətdən gedir. 83 xəritə sualı, diqqətlə baxaq. Xəritədə rəqəmlə göstərilmiş, yəni 3, 1 və 2. Dövlətlərə aid uyğunluğu müəyyən edin. Burada 1 və 2. 15-ci əsrin sonu, 16-cı əsrin əvvəllərində ittifaqa girir və Səfəvi dövlətinə qarşı mübarizə aparır. Söhbət Şirvanşahlardan və Ağqoyunlardan gedir. Bəli, Şirvanşahlar, Ağqoyunlular, həmçinin Qaraqoyunluların da adını qeyd eləmək olar. Məsələn, 1460 Samur döyüşündə, 1488 Şəməsi Şahdağ döyüşündə. İttifaqdadılar və Səfəvilərə qarşı mübarizə aparırlar. Bəli, daha sonra burada baxırıq Y variantına 4-ü götürəcəyik. 1 və 3 bir sıra şərq ölkələrinə yürüşlər edilir. Bəli, Səfəvi və Osmanlı tarixinə aiddir bir sıra şərq ölkələrinə yürüşlərin edilməsi. 84. Azərbaycanın qədim dövr tarixinə aid olmayan fikri müəyyən edin. D variantı. İlk şəhər dövlətləri yaranmışdır. Dəclə, Fərat çayları arasında. Bu Azərbaycan tarixinə aid deyil. Azərbaycanın qədim dövlətləri yaranıb.
Araz çayından cənub torpaqlarda, Urmiya gölü ətrafında. 85. Mədəniyyətə aid bir sual. Üzeyir Hacıbəyovun fəaliyyət dövründə verilmiş sxemə əsasən doğru bəndi müəyyən edin. 85-də düzgün cavab A variantıdır. Yəni 1-ə B-ni götürəcəyik, 2-yə B və C-ni, 3-ə A-nı. Çar Rusiyası dövründə mətbuatda məqalələrlə çıxış edir. AXC dövründə tədris müəssisələrində fəaliyyət göstərir. Azərbaycan marşının müəlliflərindəndir. Azərbaycan SSR dövründə Bəstəkarlar İttifaqına rəhbərlik etmişdir və göstərilən digər məlumatlar sözü gedən dövrə aid olmadığına görə onları götürməyəcəyik. 86. Azərbaycan şairi Nizami Gəncəvinin türbəsinin yerləşdiyi şəhər xəritədə göstərin. Xəritə sualıdır. 1, yəni Gəncə. 87. Yaxınlaşdırım. 87. Quzey və Güney Azərbaycan, yəni Şimali Cənubi Azərbaycanın 20-ci yüzilliyin birinci yarısı tarixinə aid oxşar cəhət. 87 D variantıdır. Monarxiya idarə üsuluna qarşı hərəkat baş verir. Həm Şimali Azərbaycanda, həm Cənubi Azərbaycanda monarxiya idarə üsuluna qarşı üsyan var. Burada xanlıqlar yanlışdır. Şimali Cənubi Azərbaycanda 20-ci əsrdə xanlıq yoxdur. Vətən müharibəsi zamanı Azərbaycan ordusuna dəstək yürüşlərinin keçirilməsi yoxdur. Deməli, əhalinin dininin və adət-ənənələrinin sıxışdırılması və milli hökumətin bolşeviklər tərəfindən süquta uğradılması oxşar deyil. Lakin hər iki ərazidə monarxiyaya qarşı hərəkat, üsyan var. 88. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Dövrlər. 19-cu əsrin birinci yarısı, 19-cu əsrin ikinci yarısı Azərbaycan Çar Rusiyasının hakimiyyəti illərində. 1828-1918. Düzgün variant C. Biraz C-ni götürəcəyik. 2-yə isə A-Y. Deməli, 19-cu əsrin birinci yarısında kütləvi kitabxanaların əsası qoyulur, milli teatr yaranır və deməli, İrəvan, Naxçıvan xanlıqlarının ləğv edilməsi Xeyr, burada variantın yerinə səhv yazdım. Biricə dəqiqə. 1-ə C, 2-yə A-yə. İndi baxaq, 19-cu əsrin birinci yarısında C, yəni İrəvan, Naxçıvan xanlıqları ləğv olunub, düzdür. İkinci yarısında isə kütləvi kitabxanalar və milli teatrın əsasının qoyulması. 89. Uyğunluq gözlənmişdir. Düzgün variant B. Heydər Əliyev fondu fəaliyyətə başlayır 2004-cü ildə. 90. Şükür Həmidov, Natiq Qasımov Aprel döyüşlərinin qəhrəmanlarından biri olmuşdur. Milli qəhrəman adına layiq görülmüşdür. Vətən müharibəsində iştirak etmişdir. Son 5 gün Alban kilsəsində tək başına döyüşmüşdür. Haqqında Oğul filmi dəyişmişdir. Baxın, burada C variantı təyin eləsək düzgün olar. Yəni 2 və 3-ün yerini dəyişsək, oxşar cəhət milli qəhrəman adına layiq görülməsidir. Şükür Həmidov Vətən müharibəsində iştirak etmişdir. 91 xəritə sualıdır. Baxaq. Xəritədə rəqəmlərlə verilmiş xanlıqlara aid olmayan cavabı müəyyən edin. Deməli, burada Şəki xanlığını görürük, Gəncə xanlığını görürük, Qarabağ və İrəvan. Bunların heç birinə aid olmayan cavab D. Paytaxtlar liman şəhəridir. Bilirik ki, 15-ci əsrə qədər liman şəhər əvvəl Dərbənddir, 15-ci əsrdən sonra isə Bakı. Buna görə də D variantı yanlış olacaq. Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri Səttarxandan fərqləndirmək lazımdır.
Xiyabani 1920, bura qeyd edim. Pişəvəri 1946, Səttarxan 1905-11. Məşrutə hərəkatı. Düzgün variant B. Çünki Səttarxan milli hökumət yaratmayıb, amma digər iki şəxsiyyət milli hökumət yaradıblar, bəli. Sözü gedən dövrdə. Rus-Qacar müharibəsi dövründə baş vermişdir. Düzgün cavab olacaq C. 2 və 4. Birinci Rus-Qacar dövründə İrəvan xanlığı Rus qoşunların hücum hədəflərindəndir, lakin tuta bilmirlər. Azərbaycan torpaqları hərbi əməliyyat meydanlarına çevrilib. Lakin Qazax Şəmşəddin Borçalı 1801. Azərbaycan ifadəsi geniş yayılmır. Cavad xan 1804, hansı ki həm 1, həm də 5 hələ Rus-Qacar müharibəsi başlamamışdı. Başlaması 1804 Gəncənin işğalından sonra Gülüstan müqaviləsinə qədər. Baxın, burada Gəncənin işğalı da 4-dür, amma bu Rus-Qacar müharibəsinə düşmür. Bunda diqqətli olmaq lazımdır. Hər dəfə qeyd eləyirəm. Nadir Şah Əfşarın fəaliyyətinə aid deyil. İlk müstəqil xanlığı yaratmayıb. Əsasını 1743-də Hacı Çələbi qoyur. Bildiyimiz kimi. 95. Muxtariyyət ifadəsinin mənası nədir? Muxtariyyət hər hansı bir dövlətin tərkibində ümumi qanunlara tabi olaraq daxil idarə etmədə sərbəstlik. 96. Sxema uyğun gələn doğru cavabı müəyyən edin. Baxaq, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin hakimiyyəti dövrü quruculuq işlərinin aparılması, ölkənin beynəlxalq nüfuzunun artması, bəli, düzdür. Və C variantı Azərbaycan qaz ixracatçısı ölkəsinə çevrilir. Neft və qaz. Təbii sərvətin dünya bazarına idxal edilməsi və gələn gəlirin dövlətin, xalqın rifahına həsr edilməsi. 97. Hadisənin baş verdiyi əsrə uyğun olaraq klassiri tamamlayın. Oğuz türklərinin qurduğu dövlət tərəfindən Şirvanşahlar dövləti məğlubiyyətə uğrayır. Az sayılı erməni əhalisinin 3 kilsədə məskunlaşmasına icazə verilir. Baxaq. 97. 2 3 və 4. Ərdəbil hakimlərinin Azərbaycanda hakimiyyət uğrunda mübarizəyə qoşulması, elatlardan ibarət ordu dəstələrinin təşkil edilməsi, Teymurilərin Azərbaycana yürüşlərinin qarşısının alınması. Xronji ardıcıllığı müəyyən edin. Burada 2, 3, 1. Bildiyimiz kimi, dəyərli tarixçilərimiz əvvəl Heydər Əliyev SSR rəhbərliyində təmsil olunur. Daha sonra İlham Əliyev ilk dəfə prezident seçilir və Mehriban Əliyeva Azərbaycan Respublikasının vitse-prezidenti təyin edilir. 99. 1990-cı illərdə Qarabağ müharibəsindən fərqli olaraq Vətən müharibəsinin gedişində 3 və 4 hərbi əməliyyatlarda Bayraktar, pilotsuz uçuş aparatlarından istifadə olunması, İranla sərhəd rayonlarımız işğalçı qüvvələrdən təmizlənir. Digər variantlar isə yanlış olacaq. 100. Uyğunluğu müəyyən edin. Son sualımız Azərbaycan Xalq Cümhuriyyətinə aiddir. Daxili və xarici siyasəti. Deməli, xarici siyasətinə aiddir. C, xarici B və D. Bir sıra ölkələrlə iqtisadi müqavilələr imzalanması və xarici siyasətdir. Daha sonra qanunlar icrasının Nazirlər Şurası tərəfindən həyata keçirilməsi, qadınlara seçki hüququnun verilməsi də daxili siyasətidir. Və dəyərli izləyicilərimiz, əminəm ki, bizim balaca əjdahalarımız bu imtahandan uğurlu nəticə əldə ediblər. Suallar haqqında hər hansı bir başa düşmədiyiniz məqam varsa, rəy bölməsində gözləyirik. Hər birinizi uğurlar.